keyf çıxınay. Şu an keyfin necə? Keyfin necə? Lənkərandan salamlar. Ümid edirəm Kamran bunu qoymaz. Sizə günəşi göstərirəm. Ailənizə gözəllik. Günəş deyib özünü göstərmə qardaşım. Güneşi gülüşünə nasıl? Kalbimi söndürdün. Sağ olsun, Bəxtiyar müəllim bizə oldu. Allah kömək olsun. Gölməçəyə girdim. Çox maraqlı da sən hara girdin? Yüşməkdə arxadan. İki daş arasında make-up buna deyirlərdə. Mir Əhməd bəyin Evi, şatosu. Gözlərim Zəhra xanım xəstə gəlibdi bizim Lənkəran vloqunda iştirak edir. Həqiqətən Zəhra xanıma görə like eləyərsiniz. 100 nəfər bəyənsə dostlar, gələn videodan mən yenə gələcəm. Heç kim bəyənmir. Heç kim bəyənmir də. Maraqlıları, hə? Cavanlar. Salam. Lənkəran Azərbaycanın cənubunda yerləşən, təbiəti və mədəniyyəti ilə seçilən gözəl şəhərlərdən biri. Hər vaxt gördüyünüz kimi işimizi əlimizdən aldılar. Bugün nə olar? Bəli. Lənkəran haqqında biz dəqiq informasiya vermək istəyirik, amma orada itləri var. Bu qədər informasiyasız olmaq çox pis bir şeydir. Dostlar, abunə olun, like atın. Sizi öpürəm. Mən getdim, sağ olun. Mən saqqızı götürdüm mənim əzizim. Bağla da zəhmət olmasa gedə çəkilişimizi eləyək. Bu deyil, mənə maraqlı yumaq ver. Yumaq göstər. Salam xanım. Əlişqa, sən bilərsən qaqam nə tər xoruzdur? Ben müzeyin yeganə canlı eksponatı deyim. Müzakirə 7 yaşı var ama. Hazırlaş gedirik. Orada mənim mədəmin səsi gəldi, eşitdiniz. Acımışam. Oralar dəmdə inşallah çəkəcək. Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Növbəti vloqumuz Lənkərandandır. Gedəcək Lənkərana inşallah. Sprinterimiz saat 8-in yarısı çıxır. Tərpənirik inşallah Lənkərana. Məncə çox maraqlı olacaq digər vloqlarımızdakı kimi. İzləmədə qalın, hazırlaşın, gedirik. Burada sizə günəşi göstərirəm. Ailənizə gözəllik. Günəş deyib özünü göstərmə qardaşım. Ay Allah, Kamran. Güneşi gülüşünə nasıl? Söndürdün. Kalbimi söndürdün. Kalbimi söndürdün. Çölə. Sumkamı da taxıb gedir. Maşının arxa hissəsində. Sağ olsun, Bəxtiyar müəllim bizə oldu. Allah kömək olsun. Yüşməkdə arxadan. Lənkəran çox qutardı fisiyo. Liner çəkir, özü də avtobusda dostlar. Baxın, bu anı qaçırmayın. Mühəndislik tələb edirdi. Bir dəfə atdan düşsə indi. Zara, Kopya Kleopatra. Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Ölkəmizin müxtəlif şəhərlərinə, regionlarına getdiyimiz zaman başladığımız ilk yer Şəhidlər Xiyabanı olur və bugün də artıq Lənkərandayıq və Lənkəranın Şəhidlər Xiyabanının çəkilişinə başlayacağıq. Buranı çəkildikdən sonra artıq şəhərimizin digər maraqlı və gözəl yerlərini sizə təqdim edəcəyik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yağış yağdığı üçün, yağış başladığı üçün çəkilişi çox uzatmayacağım. Buradan ümumi Şəhidlər Xiyabanımızın ümumi görüntüsünü götürəcəm və yavaş-yavaş çalışacaq ki, yağışın kəsməyini gözləyək. Burada isə muzeyin xatirə dəftərində bələdçi Elnura xanım haqqında xoş təəssüratlarımızı qeyd elədik. Heç kimi yolunu kəsmirik. Hal-hazırda Xan evinin qabağındayıq gördüyünüz kimi. İçəridə çəkiliş icazə vermirlər. Niyə? Çünki eksponatları telefon işığı, telefon şüası zədələyə bilər. Belə bir informasiya verdilər və biz bununla qane olduq. Əslində bu həqiqətdə yaxşı bir şeydir. Amma biz Qırmızı qəsəbədə olanda eksponatlar son nəsil texnologiyalarla təchiz olunduğu üçün orada elə bir problem olmurdu. Təəssüratlarımız qızlar. Əla idi. Məsəl üçün, indi Xan evi haqqında gəlin izləyicilərimizə informasiya verək. Nə yadınızda qalıb? Mir Mustafa xanın nəvəsi, Mir Əhməd bəyin evi, şatosu. Salam, hər vaxtınız xeyir olsun. Müsahibə vermək istəyirsiniz bizə? Biz YouTube kanalı üçün video çəkirik. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Belə bir informasiya verək. Mir Mustafa xanın nəvəsi Mir Əhməd bəyin yoldaşı Tura xanım üçün
1912-ci ildə gözəllik müsabiqəsində qalib gəldiyi üçün 1913-cü ildə belə bir gördüyünüz kimi arxamızda olan Xan evinin inşasına başlayırlar. Memarlar Fransadan gəlirlər 3 ay ərzində və bütün materiallar Fransadan gəmilər vasitəsindən gətirilir. Və gördüyünüz bu Xan evi tikilir. Uşaqlar, bu videonu siz nəyə görə bəyənməlisiniz mənim əzizlərim? Zəhra xanım xəstə gəlibdi bizim turumuzda iştirak edir. Lənkəran vloqunda iştirak edir. Həqiqətən zəhmət olmasa Zəhra xanıma görə like eləyərsiniz. Yollarımız da qəşəngdir ha. Biz videonu çəkirik, camaat da elə bil ki, biz tanınmışıq. Bəli, hamı baxır. 100 nəfər bəyənsə dostlar, gələn videodan mən yenə gələcəm. Heç kim bəyənmir. Heç kim bəyənmir də. Belə bir art street var gördüyünüz kimi. Çox maraqlıdır, hə? Cavanlar. Necəsiniz cavanlar? Salam. Lənkəran Azərbaycanın cənubunda yerləşən, təbiəti və mədəniyyəti ilə seçilən gözəl şəhərlərdən biridir. Bugün sizə bu gözəl şəhəri göstərməkdə yanımda yardımcı olan şəxslərdən biri Zəhra xanım, biri isə kanalımızın sahibi Kamran. Gördüyünüz kimi işimizi əlimizdən aldılar artıq. Şans xanımla Zəhra xanım mənim iş yoldaşlarımdır. Sağ olsunlar bu vloqumuzda məni tək qoymadılar və gəldilər ki, maraqlı çəkiliş eləyək, rəng qataq çəkilişimizə. Dedim, bugün olar. Bəli. Bəli, artıq biz Lənkəranın mərkəzi hissəsindəyik, parkdayıq. Mən bura gəlmişəm 2 il əvvəl dostum Mübarizlə buradan ona çoxlu salamlar. Lənkəran haqqında biz dəqiq informasiya vermək istəyirik, amma orada itləri var. Qorxmayın. Bəli, Lənkəranda bizi qarşılayırlar, belə qarşılayırlar gördüyünüz kimi. Oyun oynayırlar, əslində olan Zəhranın başı yoxdur. Mənzərə çox qəşəngdir sizcə də, buna baxın uşaqlar. Məni çək. Çox gözəldir, qızıldandır hər şey. Məni çək. Hə, informasiya ver Lənkəran haqqında bro. Bu qədər informasiyasız olmaq çox pis bir şey. Lənkəran cənubumuzun mirvarisidir. Göz qamaşdıran gözəlliyindən. Azərbaycan əhalisinin, Lənkəranlıların sevimli gözəl şəhəridir. Lənkəran sözü əslində qədim fars dilində 2 cür mənaya gəlir. Birincisi qamışlar olan ev deməkdir. İkincisi də ki, lövbər deməkdir səhvləmirəmsə fars dilində. Lənkəran sözünün mənası. Və zamanla bu etimoloji dəyişikliklərə məruz qalır və Lənkəran formasını alır. Lenkon deyirlər, səhvləmirəmsə yerlilər Lenkon deyirlər. Bu istiqamətdə gedir. Biz Həzəslovun ev muzeyi oradaydı. Gəl buradan belə gedək. Hə. Lənkəranda əlavə olaraq nələrimiz var? Bizim Lənkərana gəlsək nələri görə bilərik? Bunun haqqında biraz informasiya verək. Çox minnoş itlər görə bilərsiniz dostlar. Aha. Amma hər boyda. Lənkəranla bağlı nələr bilirik uşaqlar? Lənkəranla bağlı onların danışaq. Lənkəranla bağlı limon bilirik dostlar. Ləvəngimiz həqiqətən. Ləvəngi. Tanrı bu şəhərlə bağlı heç bir şey əsirgəməyibdi. Bir yandan Talış dağları, bir yandan Xəzər dənizi və subtropik də iqlimə malik olduğu üçün burada yaşıllıqlar çoxdur və çox maraqlıdır hər şey. Yaşıllıqlar da çox olduğu üçün burada çox bərəkətli torpaqları var bu şəhərimizin. Və mətbəxinlə də təbii ki, Lənkəranımız məşhurdur. Balıq ləvəngisi, toyuq ləvəngisindən hər zaman öz yerli sakinlərinin və Azərbaycan əhalisinin, xaricilərin ağız dadını hər zaman dadlandırır, dəyişdirir gözəl təamlarından. Gəlmişik gəzməyə, yavaş-yavaş maraqlanırıq. Xan evi maraqlıydı amma. Xan evi düzdür, içindəki eksponatları çəkməyə icazə verilmir. Bir çox muzeylərdə bu əslində var. Amma dostlar, mənim sayəmdə bəzi şəkillər çəkdik, amma hamısında mən düşmüşəm. Yəni eksponat olaraq. Haycan, hər qadan alaram. Ola görürsünüz. Çalışırıq ola. Mən də paylaşmayım. Mənim gözüm üstə. Gəl. Hamınıza salam, mənim adım Vaqifdir. Vaqif, çox həyəcanlısan, maşallah. Hardan gəlirsən? Mən Bakıdan gəlirəm. Bakıda qalırsan sən? Doğrudan. Biz də Bakıdan gəlmişik. Nə gözəl, nə gözəl. Əslən Lənkəranlısan, yoxsa necə? Mən Məşdağalıyam. Məşdəqalısan. Ha, sən valideynlərlə gəzməyə gəlibsən buranı. Hə. Ha, nə gözəl. Bugün buradasınız, gedirsiniz yoxsa? Bugün burada hələ 1-2 ay. 2 ay buradasınız. Dostlar, abunə olun, like atın. Bax, demək yetir. Mən danışa bilmirəm, Vaqif danışır. Vaqif, sən öpə bilərəm. Öpə bilərəm səni. Tamam da belə. Nə demək istəyirsən buradan dostlarımıza? Nə ürək sözlərim var? Hamınızı öpürəm. Mən getdim, sağ olun. Qadan alaram, sağ ol. Öpürəm səni. Sağ ol. Məşdəqalı Vaqif qardaşımız da qəşəng videomuzu şirinləşdirdi. Şahnaz, nə demək istəyirsən başqa? Atam! Şahnaz, saqqızı götürdün mənim əzizim. Bağla da zəhmət olmasa gedək çəkilişimizi eləyək. Sifətə bax.
Uşaqlar, sizə bir məsləhət verim. Heç vaxt xanımlarla səyahətə çıxmayın. Çünki onların aktivitəsindən daha çox. Bəli. Söz altda qalmırlar. Uşaqlar, arxamda gördüyünüz bina icra hakimiyyətidir. Lənkəranın icra hakimiyyətidir. Maraqlıdır. Qəşəng binası var. Sadəcə biraz pəncərələri çirklidir. Biraz əl gəzərsək daha yaxşı olar deyə fikirləşirəm. Çox sağ olsun. Bir yerli sakin bizə istiqamət bildirdi. Dedi ki, buradan biz istiqamətə gedək. Həzi Aslanovun yenidən bərpa olunmuş ev muzeyinə gedirik, yollanırıq. İnşallah oradan çəkilişlər eləyəcəyik. Əgər icazə versələr, təbii ki, bildiyimiz kimi muzeylərdə çəkilişə icazə vermirlər. Şöyle çox maraqlı, qədimi suda bir ev oxşuyur. Bunu da çəkmək istədik. Salam xanım. Fransanın gerbindəki xoruz oxşamır. Sol gerbindəki. Bax, gəlir. Amma çox gözəldir uşaqlar. Qapqaradır həqiqətən də. Əlişqa, sən bilərsən qaqam, nətər xoruzdur? Bu sənin üçündür. Oyda saçı keratindir elə bu tükləri. Getdi uşaqlar. Tərs-tərs baxırıq qaqacanın sonra Allah qutum. dişləyər ha, dişləyər. Gəl. Uşaqlar düz istiqamətdə gedirik, hə? Bəli dostlar. Gəlin. Çox sağ ol. Çox önəmli informasiya verdi Şahnaz xanım. Əsl səyyah biri var səndə. Sumkaya da var. Bura oxşuyurmu? Oxşamır. Oxşamır. Biz gəldik Həzi Aslanovun ev muzeyinə və çox sağ olsun bələdçi Həcər xanım bizə çox dəstək oldu, ətraflı informasiya verdi. Həcər xanım çox sağ olun, minnətdarıq. Çox sağ olun. Nə deyə bilərsiniz izləyicilərimizə? Yəni Həzi Aslanov bizim dünya şöhrətli hərbiçimizdir. Yəni tövsiyə edərdim ki, yəni bundan sonra da elə bilirəm ki, bizim övladlarımız Həzi Aslanovun döyüş yoluna və onun həyat yoluna ondan bəhrələnir. Onlar da öz vətənini onun kimi sevəcəklər. Çox təşəkkür edirəm sizə gəldiyinizə görə. Hazırlaş gedirik. Həzi Aslanov 8 yaşında olarkən bu inab ağacını əkmişdi və muzeyin yeganə canlı eksponatıdır. Elə bir gələn ziyarətçiləri özü salamlayır. Burada da onun büstü, yəni ağac elə ki söykənib bu büstə. Yəni 100 yaşdan yuxarı yaşı var. 106-107 yaşı var ağacın. Demək, əziz izləyicilər, gördüyünüz kimi Həzi Aslanovun ev muzeyindəyik biz hal-hazırda və bura səhər saat 10-dan axşam 6-ya qədər rahat hər gün işləyir, fəaliyyət göstərir və burada bizim Həcər xanım kimi bir bələdçimiz var, gözəl informasiyalar verər. Nə vaxt gəlsəniz, burada sizin üçün gözəl informasiya dolu bir gün olacaq. Həzi Aslanov Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə yazdıran bizim dahi hərbçimizdir. 2 dəfə Sovet İttifaqı qəhrəmanı titulu ilə qiymətləndirilmişdir və Stalingrad uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Və mən fəxr edirəm ki, belə bir insanın, belə bir dahi şəxsiyyətin torpaqlarındayam və hər zaman vətən uğrunda canlarından keçən insanların ruhlarını daim əziz saxlamağımızı məsləhət görürəm və bunu bizim borcumuzdur. Muzeydə istər-istəməz eksponatları biz çəkə bilmədik və otaq boş olduğu üçün nisbətən. Yəni çox da böyük bir yer tutmur da. Orada mənim mədəmin səsi gəldi, eşitdiniz. Həcər xanımın sözü kəsmək istəmirdim, amma həqiqətən bir də baxdım. Mədəm bizə nə deyir? Acmışam. Mən boş vaxtımda golfla məşğul olam. Baxın. Mən özümü çox pis hiss edirəm, Zəhra, həqiqətən də. Mən... Amma həqiqətən də mən özüm, mən tezən də demişdim desən videoda, çəkiliş yerində gözümə isə görsənmirdi. Uşaqları bir bazı yoğurdum, azı qoydum. Uşaqlar sizdən üzr istəyirəm. İstəmə, yemək ver. Az qaldı. Boranıya gedirik, Boranıya. Əzizlərim, açığı burada bilmirəm nə problem baş veribdi. Bizim mikrofona nə olubdu? Bu qədər qala küçəsini gəzmişik, Boranıya çatmışıq. Heç bir səsi yoxdur, çox müəmmalı. Hə, dostlar, mənim əzizlərim. Çox yorulmuşduq. Zəhra, Şahnaz, az qala məni öldürürdülər ki, gedək yemək yeyək. Amma haqlar da var həqiqətən. Gəzəndə çox anormal gəzirəm. Yemək yadıma düşmür. O qədər həvəslə gəzirəm ki, yeməyi xatırlamıram o qədər də. Güngülvarı kasıbın alanından bir dənə süfrə düzəltmişik. İnşallah yeməyimizi yeyəcəyik. Yeməyimizi yeyəndən sonra da biraz bu. İndi hal-hazırda biz oturmuşuq mərkəzi Qala küçəsində. Oralardan da inşallah çəkəcəyik.
Mərkəzi Qala küçəsində oturmuşuq. İndi oranda sizə birazdan yeməyimizi yeyək, özümüzə gələ göstərəcəyik. Əleyhissalam. Buyurun bu növbət. İndi çəkilişi dayandırıram. Narahat olmayın. Demək, uşaqlar taksi sifariş vermişik 16.35-lə. Bu arada taksinin qiyməti 2.30 qəpikdir avtovağzala. Axırıncı dəfə Bakıda bu qiyməti nə vaxt görmüşük yadımızdan çıxıb da. Ağla bir də. Ağla bir də. Öz istəm. Dediniz ki, adınız necə oldu bağışlayın? Adım Süleymandır. Doğulandan da Lənkəranda yaşayıram. Ay maşallah, nə gözəl. Allah sizə can sağlığı versin. Yerli sakiniyəm. Çox gözəl dayıcan. Süleyman dayı, Bəli, Lənkəranda yaşamağın nəyi gözəldir? Valla Lənkəran çox gözəl bir yerdir. Deyirəm ki, Azərbaycanın ən gözəl rayonlarından biri də Lənkəran şəhəri. Ay maşallah, düzdür. Yəni bir tərəfi dəniz, Bir tərəfi Talış dağları, bəli, Talış dağları, meşəliklər. Eynən. Əsası isə insanları çox gözəl xasiyyətlər. Maşallah. Eynən dayıcan, biz bu gün şahid olduq. Çox sağ olsunlar. Bizi elə qarşıladılar ki, Qonaqpərvərdilər, dəhşət. özünüz hiss eləməmiş olmazsınız. eynən dayıcan, çox yəni. Gözəl xasiyyətləri var. Tam qeyriyyətli uşaqları çoxdur, vətənpərvərdirlər. Yəni hansını deyim, hər tərəfli. Həzrət Aslanovun torpaqları Bəli, da necə bəli, olmalıdır? bəli, bəli. Dayıcan, Bakıya, Azərbaycana nə demək istəyirsiniz? Nə sözünüz var? Azərbaycanımızda sakitlik olsun, insanlar firavan yaşasın. Bizim firavan yaşamağımıza haqqımız var, qardaş. Tamam. Çünki biz gözəl millətik. Eynən, Allah Vallahi. sizi var eləsin, ağsaqqal. Hər tərəfli gözəl millətik. Var olasınız dayıcan. Hazırlaş gedirik. Nətər çıxdı bilmirəm. Əla dayıcan, əla. Talışda necədir dayıcan əlaya? Vallahi düzün deyir ki, Ayca. şəhərdə yaşayanlar Talış dilini bilmir. Aman dayı, dediniz ki, Lənkəranın özündə yaşayanlar əsasən Talış adlansa da Talış deyirlər. Talış deyirlər. Əsasən, məsələn üçün, Lənkəran Talışları bizə Türk deyirlər. Amma Aha. başqa rayonlar bizə Talış deyirlər. Lənkəranın özündə yaşayanların çoxu Aha. Türklərdir. Amma kətlər demək olar ki, основной Talışlardır. Amma Lənkəranın bəzi kətləri də var. Aha. Orada Türklər yaşayır. Onlar qəti Talış dilini bilmirlər. Biz bilirik, hepsi necə müəyyən sözləri də, məsələn üçün, gəl bura, məsələn üçün, get buradan. O məsələn belə necə o bəzi rus dilin təzə öyrənənlər belə bəzi sözlər. Çıxınaş boya nə deməkdir dayıca? Çıxınaş boya. Çıxınay, keyf çıxınay, yəni keyfin necədir? Keyfin necədir? İçmək istəyirəm, çay peşimdəş, məsələn, çay Çay içmək peşimdəş. istəyirəm. Çay peşimdəş. Dayıca, bəs içmək istəyirəm deyəndə necə deyirsən? Nə içmək? Çay içmək istəyirəm. Amma onun məhsəlini də bilmirəm. Cavabı sağ Yalan olsun, deyərəm. heç bir problem yox. Yəni hardasa bir 15 il, 20 il Rusiyada yaşamışam. Ay maşallah. Olmaz da bir söz Çox sözün günüm deyirsən. Bakıda keçib, yəni Bakıda işim gücüm olub, işləmişik. Narahat eləmirəm Bu sizi. nöqtə nəzərdən, yox, narahat olma. 42 il stajım var mənim sürücülükdə. Ay maşallah. Onu da sözümü geri götürürəm üzünü sən. Yox, buyur, başlayın. Allah Siz razı olsun. qonaqsınız, siz hər şey necə deyərlər, rus dilində disi plajdadır, narahat olma. Allah köməyiniz Mən olsun. bayaq qeyd elədim axı, Lənkəran cəmaatı qonaqpərvərdir. Əziz, hazırlaq gedirik kanalının izləyiciləri, mənim əzizlərim. Lənkəran da gəldik, azdan çoxdan gəzdik. İnşallah nətərdir vəziyyət? Əla. Əlaydı. Zəhra doydun. Doydum. Nəhayət ki doydum. Nətərdir? Hər şey yaxşıdır. İnşallah növbəti rayonlarda görüşərik. Çox sağ olun qızlar məni tək qoymadığınız üçün bu vlogda. Dostlar, əgər yaxşı like gəlsə, gələcək videolarda da gələ bilərik. Bəli, bəli. Like-la gələn uşaqlardır bunlar. Belə avtovağzaldan da yekunlaşdırıq videomuzu. Sağ olsun bu arada. Süleyman dayı sağ olsun, çox kömək elədi. Gəldi bizim üçün maşın tapdı. Buradan xüsusi bizi tapşırdı. Süleyman dayı səni çoxlu öpürük, özünüzdən müğayət olun. Lənkəran sağ ol.